Mən bu gün sizə layihələndirmə prosesi haqqında məlumat verəcəm. Layihələndirmə nədir? Bəzən sifarişçilər saytımızdan və yaxud digər başqa mənbələrdən gətirdikləri layihələri onların torpaq sahələrinə, mövcud ərazilərinə uyğunlaşdırılır və onlara uyğun layihələr tərtib edilir. Bu zaman bütün nüanslar nəzərə alınır. İndi isə bu prosesin necə baş tutduğunu təqdim edəcəyik. Sifarişin inşa edildiyi ərazi İsmayıllı rayonu Buynuz kəndi ərazisində yerləşir. Ərazinin bir tərəfindən Göyçay çayı, digər tərəfləri isə yaşıllıqla əhatəlidir. Sifarişçinin referens olaraq təqdim etdiyi layihə saytımızda yerləşən Qəbələ adlı layihədir. Layihənin müəyyən fasad elementlərini saxlamaq şərti ilə sifarişçinin istəklərinə və cəhətləməyə uyğun olaraq yenidən tərtib edildi. Layihə vizual olaraq 2 mərtəbəli kimi görünsə də, zal studiyo olan hissədə atrium nəzərdə tutulmuşdur. Zal studiodan əlavə olaraq 3 yataq otağından ibarətdir. Ümumi sahəsi 188,3, istifadə sahəsi isə 125,4 kvadrat metrdir. Ərazinin cəhətlənməsini, relyefini və çay mənzərəsini nəzərə alaraq giriş hissəsini cənuba, otaq pəncərələrini isə qərb və şərq istiqamətlərinə yönləndirdim. Beləliklə evin təbii işıqlandırılması ilə yanaşı isidilməsi prosesinə də müsbət təsir göstərmiş oluruq.